Herkese salam. Necəsiz dostlar? Deməli dostlar, hazırlaşmışıq, gedirik basmayı basalım. Xeyr. Niyə harda bir it var, gəlib tutursan bacı? İt itdiyin Hara getin əmin? Gəlirik. Neyse qızlar. Ay, pürüz deyil bax. Bilmirəm. Yəqin pürüz göstər başqa maşını. Neyse qızlar. Oy, gördü bu telefonə düşdüm. Sözümü bitirəmədim. Deməli qızlar, gedirik basmaya. Biraz alışveriş eləyək. Taksimiz də gəldi. Qadaq görək başımızda nə iş gəlir. Taksidə biz eləyirdi. Düşürdü ki, daha keçiddən keçəş olduq. Bu arada da hava bulutludur. Elə bilirəm ki, yaxşı düşəcək xeyli. Ay taç. Hə. Mənə pis yorum yazan. Səni tanımıram, tanımaq fikrimdə yoxdur. Ayıb olsun. Allah sənə düşmənim kimi padırıqda qismət eləməz. Çünki mən yaxşı insanım. Sən yaxşı insanlara layiq deyilsən deməm. Bərtdə də ürəklindir. Bunlar yaxşı insanlara layiq deyil də, başa düşürsən? Bəli. Qəlbi qara insanlardır. Bəli. Elələri. Özü kimi insanlara layiqdir ki, yanında Elə ətrafında mənim kimi insan yoxdur. ola da bilməz. Bir də nə yazıq xəyal qız. Deyir ki, dost, o ki sənin başı var ki, onunla dostluq versən. Birisi biz dost deyilik, xala qızıyıq. İkincisi ki, elə bir ki, bu mənim bacımdır. Anamdır, mənə icazə vermir. Elə bir xanım, bir anlıq evdə ananla danışırsan, sənin tərbiyəvi halaldır, əhsəndir. Qızlar, bu da Vasmoyun Bəkkidən qaqaşlarından biridir, pişiyidir. Qızlar, gəlin sizi Vasmoy bazarı ilə tanış edeyim, olsa tanışsınız bir çoxunuz. Hə? Şef bankalar, turşular var, sezonu gedib, amma gəlib alıb yeyə bilərsiniz, nuş eləyə bilərsiniz. Hər bura ücret turşu ad verildi qızlar. Maşallah. Çeşidlər bol. Məli qızlar. Balıq adlarına gəldik. Xalam neçə vaxtı balıq istəyirdi. Axır ki gəlib çıxa bildik. Faril alırıq. Çupralara baxın qızlar. Çox qəşəngdir də yəni. Darudadır. Çupra deyirlər, daruda deyirlər. Nə ürəyi istəyir deyin. Qızlar, siz də bilmirəm mənim üçün balıq xoşdursunuz yoxsa yox. Mən balıqdan ötəri ölürəm də yəni. Balıq görün dayanamıram. Bax, bir çiğ yemək istəyirəm o dərəcədə. Maşallah. Bol da çeşidlərə bax. Özdə burada sivej olur. Deməli qızlar, hər yerdə gördüyünüz 35-40 manada olan krevetkalar burada 18 manat. Qızı balığa baxın qızlar. Hər şey var da yəni burada. Orada da qardaş təmizləyir. Doğrayacaq qəşə sərgəli. Paketləyəcək, aparıb nuş eləyəcək. Buradakı quru balıq adlarıdır. Nə istəsəz var bazarda. Gəlin sizə Vasmoy bazarının qiymətlərindən tanış edeyim. Alça, turşməzə 2.50-dir. Orada göycə var 3 manatdır. Keçdə xeyli. Orada 3 manatdır, 3 manatdır. Hamısı 3 manatdır. Ne qızlar, indi də çiyəri alacaq. 3 manat 50 qəpikdir Vasmoyda. Başqa yerdə biraz bahadır. Hara çiyələrdir bu? Victoria. Victoria'da hə? Naxçıvanski qızlar çiyəli. Oralar balaca. Neçə yox, beləsi qəşəngdir. Tam sürüdür xəyali. Orada balacadır. Buradan verir də, oradan verirsiniz çıxırlardan. Eyni də xeyli. Burada da çiyələklər var. Alça 4 manat. Qaysı 3 manat, yəni ərik. Armud 1 manat 35. Ananın kilosu 3 manatdır qızlar. Belə də xiyar götürürəm. 1 kilo verin də bundan. 1 manatdır, çıxı-çıxıdır. Gör nə qəşəngdir. Sonra böyükləri 1.20-dir. Pomidorlardakı hər qiymətə var da, Vasmoyda bilirsiniz. Hər çeşiddə, hər qiymətdə var. Qızlar, 1 kiloda qazaq pomidoru götürəcəm. Maşallah, 2 manatdır qızlar. Bu da qəşəng pomidordur, yumuşaqdır. Qazaq pomidoru qəşəng olur. Deməli qızlar, hələ də heç vaxt balaca şeylər almır, yeşə alır. Elə bir şey yeşə daha dadlıdır, amma da bilmir ki, çıqılı balaca. Ən dadlısı budur. Bunu verin. Ha, bu da olur. Mən çünki o çox qəşəng. Alçalar da çox böyükdür. Alçanın kilosu neçədir o böyükləri? Böyüklər 13 manatdır, super. Hə, onun 60 manat almışdım mən kilosunu. Qızlar, Allah haqqı. Vişnə də çox böyük. Vişnələr neçədir bə? Vişnə deyil, gilasdır. Hə, gilasdır o, vişnə yoxdur. Bunlar 10 manatdır, bunlar 20 manatdır. Qızlar, təzə kartof götürəcəm belə, 2 kilo. Hədə 2 kilo da. Nəsə, 2 kilo nədir? 2 manatlıq qızlar. Qızlar, 3'ü 1 manata 3 dənə də kahır götürdük. Qızlar, neçə vaxt ürəyim paxla ilə plov istəyirdi. Axırda gəldim, tapdım.
Kilosu 5 manatdır, ucuzdur. Burada da altısı 1 manat göyərtilərdən götürəcəm. Qızı, hə. Deməli qızlar, belə 10 dənədə kənd yumurtası götürdük, 30 qəpik. Qızlar, indi də bir dənə çolpa götürdüm. Buranın çolpası çox qəşəng olur. Mən həmişə burada bir əmi var, ondan alıram çolpanı. Çox dadlı çolpa olur da, inanın səmimiyyətimə. Sən Allah, bazar xoşuna gəlir. Çok merak ediyorum. Kur'an'ın Hər şey var, hə. Deməli dostlar, bilmişik hələ baxa mənim kimi. her şeyi yemek istiyorum. Hər şeydəki sivilc olur deyə. Adam bilmir ki, nəyə baxa. Bu da qalıb arada. Her şey istiyorum. Her şey. Aytacı burada azdıraq xəyali. Arkadaşlar. Aytac, səni bir dənə səni evləndiririk Aytac. Ya, sənə burada bir dənə qəşəng kartosadan kişi tapmışam bacı. Vasmoyu, Vorzakon bir şey dostlar. Deməli qızlar, indi də bir kilo qəşəkliyi götürdüm. Kilosu burada 4 manatdır. Yanında değil onun adı nedir? Nəyin? 1 kilodur. Balaca bir şeydir. 1 kilo 800-də, hə. Deməli qızlar, indi də 10 dənə bir də xalam xıncəl istəyir deyə xıncəl alırıq. Bazarlığımızı elədik, Hüngülvarika. İndi də dakika taksi vurur, gedək. BMW'mi sana yani. Maşının bu xarab olur dostlar, xəylə maşın xarab olur. Markası neydi xəylə maşının? Ne maşını? Hə. Sənin maşının markası neydi? Volkswagen. Qanımlarcığım. Öz ən axırıncılardan dostum. Dostum nədir dostlar? Ben. Sürürük də yəni Ben biz. zarafat oldum. Yox, estağfurullah. Bilən bilirdi sənin maşının olduğunu. Sadəcə o qədər sadədir ki, sürmür hər yerə. Belə dostlar. Nasıl da belədir də. Hələ qızlar, bir maksimum 20 dəqiqə olar ki, biz burada xəylə ilə taksi gözləyirik. Bir 5 dənə taksi vurmuşuq, 5 datkaz gedib, 2 dənə də 5-imiz var, qalmışıq belə stolun əmindədir. Qız ki, maşın da gəldi. Daha doğrusu gəlmədi. Oradan bir dənə taksiyə əl elədik. Mindik, gedirik evə. O çelə yiyir. Size Allah'a havale ediyorum. Ne bileyim arkamdan konuşuyorsunuz be. Dönün bir kendinize bakın. Ay, kız, onun adı neydi? Seda Sayan. Sevda Sayan'la Seda Sayan. ne de derim Sevda Sayan. Sevda Sayan'la Haykaliyevka öz söz ambulansını doldurdu. Soxucu sözler 2027 Hayka Dəli Soyka. Nuş olsun. Haydi. Kızlar axır ki gəlib çata bildik evimizə. Baxın görün bacı bizi arıqlayıb. Deməli kızlar, bacımız qəşəng paxla aşı bişirir. Qəşəng paxlalarımızı soyaq, İri gözəl oldu kızlar. Şüyüdü paxla pilovu. Sen ola kuran qapısını. Soyarlar xala. Ne var? Ne qədər suyu uyumamış. İçində elə pis qalır. Deyirəm bir dəfə çarıqdım. Oy, getmişdi. Sen yok olur, özümə soyacağım. Senin gözün çatana da ilk gözün çatana. Bu. O şeyler için biz kız tekiri belə. Deməli qızlar, paxlanın bir dənə gözəl doğrası olur. Bir dənə qəşəng doğrası olur, gəl verirsən. Hələ paxlanın doğrası yemirsən? Ne? Paxla doğrası yemirsən? Ben hiç paxlara ait hiç ne yememişim. Hayale yeni yer evde. Meyvələr üstünü. Mən qızlar bütdü. İndi bunu qəşəng doğrayacağım. Oraya soyuyacağım. Ondan sonra da qəşəng soğanını doğrayacağım. Bir de kızlar şeye sormuşsunuz, arıqlama kofesini. Mən arıqlama kofesini sizlə bölüşəcəm görüşməyinə sözsüz ki. Mən faydalanıramsa, siz də niyə faydalanmıyorsunuz? Gör məndən nə gedir? Tam dedim faydalarını görün, faydalarını görəndən sonra sizlərlə bölüşün. Bilirsiniz niyə? Çünki mən özümə məsləhət görmədiyimi, heç kəsə məsləhət görmərəm. Ən azı tərifləyəcəm, yalandan durumumu tərifləyim, gedin pul alın. İçin bir xeyirli görməyin. Əziyyətlə hər kəs pul qazanır. Mən onu eləyəmərəm bacım. Ama bir şey diyeyim sizə. Çox qəşəng iştahı kəsir.
dəhşət dərəcədə adamı susuzdadır. Yəni mən son vaxtlar su içmirdim. Dərim quruyurdu vallahi. Amma onu içəndən günə 3 litr su içirəm mən. Bir də bir şey deyim, biz çox insan var ki, bəzən elə düşünür ki, kofe içdi, fitness elədi və s. arıqlamalıdır. Xeyr. Birinci, insan öz nəfsini idarə eləməlidir. Ay, mən buradan kofeni içim, 3 litr su içim, gedim gecədə yağlı, piyli yemək yiyeyim. Yox, onunla arıqlamaq olmaz, bacım. Qətiyyən olmaz. Yəni, diqqət eləməlisiniz. Gündəlik yürüyüş eləyin, qaçış eləyin. Nə olsun ki, kofe elə bir şey yoxdur da, yəni elə bir şey kəşf olunmuyor. Amma yenə deyirəm, adamı acımağa qoyur. Bacım insan var ki, acımasa da yemək istəyir. Çörəyi ümumiyyətcə kəsmişəm, şirniyyat heç yemirəm mən, ümumiyyətcə şirniyyat istəmirəm. 40 il əmrəliyəm istəyər, 40 il əmr. Ay can. Ver. Kartını gətirirsin. Bağlıdır. Hə, göstər balam. Balam da özünə qulaqçıq alıb bir dənə baxır. Bir də YouTube'a başlayacağım bəlkə. Şunu yanım burada. Arkasına atır ama adaptı gelmiyor. Atsam aparır. Burada ama Zaykas tez gelir. 8800'lü 100 var demişti. Yaxşı deyil hə? O öyle 30 dakikada istifade edilir. Özü deyib qədər. Var mı? Ama getmiyor. Yəqin işlərəndə getmirsə o. Belədir. Işığı yanır bunda belə qoyanda. Xozu da qəşəng tanır. Baxmışam. Əlbəttə mikrofonu da var. Mən əslində anında mən ikimiz işləyəcəm. Bir dənə də müsahibə qalan var. Ama şey bir dənə də onun aparatı var o. Evet. Ver dostlar. Şurada ana kart. Ayca. Kart, sən kartını gətirəsən, mən sən kartını atacağım. Kartını gətir. Belə bir soğuk verir. Soğan verirəm. Bol soğan çalıyacağım. Çünkü çok düşünüyorum. Neyse ben açtım. Açıyorum bol soğanı. Allah seni o kızı bir... Bak bu böyle soğan olur. O bohtar, bu ömrü hayatımda böyle şey görmemişim. O benzi kızlara seslenmeli. Daha doğrusu kız olan her öz profilinə yazır. Ona aid şəkil paylaşmışam. Bəzən elə götürüb adama geçici sual verirlər. Elədir ki, yəni belə durmalıdır. Amma mən heç kəsi məcbur eləmirəm, gəlsə mənim YouTube kanalıma bax. Və yaxud da kimisə orada bəyənmə təhqir edir. Birincisi, xoş deyil izləmək. Çünki mən şəxsən mənə xoş olmayan insanlara baxmıram. Vallahi də baxmıram, billahi də baxmıram. Qarşıma çıxanda da bir baxır, diqqətimi çəkərsə baxaram. Fırlayaram gedelim. Nə cəmaata nə işim var? Siz bunu bəzi insanlar deyirəm. Nə bu qədər burada yaxşı izləyicilər var. Hamınızdan qat öpüyorum canımsız, çiçəklərimsiz. Bir də mən sizə bir şey deyim. Mən heç vaxtı maskalanamıram. Mənim içimdən bir insana xoş söz demək gəlirsə gəlir. İnanın ki, bəzən sizinlə çox, hər bir karşıda mesajınıza, yorumunuza cavab yazıram. Elə olur ki, bəzən məndən istəmsizcə olur ki, cavab yaza bilmirəm. O da ki, diqqətindən yayına bilər. Amma gördüyüm hamısına mesaj yazıram. Vallahi inanın ki, onu nəyə yaltaqda üçün. Heç kimin çaya gəlmir, suyu gəlmir. Baxsız da sağ olun, baxmasız da. Yəni, niyə yazıram? İçimdən gəlir. Bəzən o qədər xoş sözlər deyirsiniz ki, o qədər xoşum gəlir. Bəzən yaxud bir çoxluq, həqiqətən çox sağ olun. Allah hər birinizin qəlbinə görə versin. Allah hər birinizi xoşbəxt eləsin. Ən çox da məndə qız izləyicidir. Vallahi hər birimiz çox yaxşısınız. İndi olur, bir dənə yaxşının içində təşəm-düşəm pis çıxır. Bilmirsən, paxıldır, ay bacı, bilmirsən, nə deyib, bilməm, nə bilmirəm. Allah hər kəsin günün sonunda öz qəlbinin çörəyini yeməyini əsbərəsin. Vallahi, ölümlü dünyada, nə olur? Mənim xalam qızının iki qızı biri var, burada bəyənmir. Bəyənmirsən qızı izləməm. Mesela xalam qızını bəyəndirməyə asmamışam ki, bunu. Üstündən saxlarsan yəni. Ne? Bu böyle. Ha, şöyle değil mi? Deməli,
Kızlar görürsünüz də suyumuz da qəşəng qaynayır. Bacımız buna qəşəng bol duz töysün. Sən sosa da alın deyir, duz töküləndə. Narsız qazı Allah hamd olsun, yazıq günlər çeyləmişdi. Nə qədər tökülmez, çox tökülmez. Hə, yenə dəmir qaşıq vurdum qızlar. Əslində plastiklə iş görünür, yox qazanım. Burada şərflə cahiliyimə verim. Toyuğu da atmışam, burada qaynasın, suyu çəkilsin qəşəngcə. O suyu çəkiləndən sonra onu qəşəng soğanı doğub atacaq. Mesela biraz yağ atacağım. Biraz bakın kızlar kimlaşır, bize çuşka demesinler. Qəşəng onun soğanı atacağım kızlar. Ondan sonra tuzu da istiyor, tudu. Qovrulandan sonra qəşəng rəngi saralır, markov rəngi alır. Ondan sonra bir damcı da qızaracaq. Dalına işi qəşəngcə turşumuzu atacağım. Qoyacağım vankoda bir saat pişsin. Bundakı qazmağını hazırlasın. Deməli qızlar, mən pulavın altının qazmağını belirlədim. Düyüdür, undur, yumurtadır, bir balaca da duru yağdır. Tavaya da yağı atmışam. Şimdi bu biraz yağ isinəndən sonra bunu atacağım. Altını tutacaq. Tutandan sonra düyünü əlavə edəcəm. Deməli qızlar, görürsünüz, altını tutur. Hər tərəfdə tutsun, nədir tutsun. Belə 2 dəqiqədə belə qalsın vankoda. Ondan sonra götürüb düyümə əlavə edəcəm. Yəni əlinizlə vurursunuz, hop deyə çıxır. Baxın, paxlanı bişənə elə bir götürəndə tökdüm ki, dəmdə də olacaq, körpə deyə tez pişməsin. Bir də şüydü, kənarda doğru yuyub doğramışdım, üstünə əlavə elədim. Qazmaq da tutubdur. Atıyoruz. Bismillah. Kızlar artıq hazırdır. İndi ətrafını yığacam ortaya. İndi də göndərirəm dəmə. Nə qədər də yüksək xodla elədiyim yağı dağaldım, xeyir yoxdur. Bilirsiniz də, təzə soğan biraz su verir. Artıq yeməyim hazırdır. Bunda da belə turşulu çığırtmalı. Göz haqqınızı halal edin. Sezonudur, bişirin, yiyin. Xoş olsun. Dostlar, mənim bu gecə vaxtı yavru olmaq kimi bir niyyətim yox idi, amma 3 manatdan neçə qəpik ver otaqda qaşadı, yuxarıda xayfa. Bir dənə söyle. Bax, paçkası gör neçəyədir? Neyle paçkanı? Deyir 2 manat 49 qəpikdə. Bir dənə. Dənəylə vermirlər xeyli. Dostlar, o qatıq alıb özünə bir dənə. Bir dənə baxaq qatıq var, Xeyrə xanım. Onu deyir, yolda yeyə getməliyəm. Yoxdur xeyli. Bir dənə verməz. Bilmirəm, soruşur. Hayır, qaşıq orada verirlər. Yox, ancaq paska boydu. Oraya. Nədir? O həmişə oldu. Bu yox, heçəm hatırlamırsın. Bunlarsan. Yox, bunlar oğurluq deyil abi. O razı var. Keçən dəfə sən süd uğramadın, naketlər. Südlü dur. Ne tüyümlü daşır dostlar. Süd böyle kırıtırım. Üzümə dirənir var. Sıvar məciddən sən uğramadın az. Ne o südü? Qəpin yox idi. Uğradın apardın. Ne kötü, bu ne daşı dostlar? Her geçit deyirsən. Kızım dedi, bir dənə sıfır adacam. Ay mənim bəxtəvər başıma. Bu arığa nə darlıq? Pulu da yox. Kasıb, bunu neyirsən? Get, ağlayağıyla sonra da. 5-dən 3-dən ham elə bilir ki. 500 manatın axı nə oldu be? Dünyada dostlar, ən sevdiyim şey bunu belə baxmaqdır. Soğan ne mi? Doğrudan da dostlar, burada da soğan gedir. Elə burada da. İsti. Hə? Ölüm var. Neyim sence? Telefonu şu söndürsün. Hara gedirəm dostlar, çıxır qabağıma. Evdə tapılmır, ancaq çöllərdədir. Əynin nazikliyinə. Görən bir an olsa elə biləcək ki, yetim uşaqdır. Bunun əyninə başına alan yoxdur. Hüseyin Temu'dan gələn yanman idi. Şortu koftan xalam qurban. Çox Bu qəşəng. ayakkabı ne yapacağım evde? Hə? Jileti. Evdə olmalıdır. Almazsan yere gör. Sizə də dostlar, mənim balam yaraşıqlı deyil. Ay.
Bezimizdir şu an. Hə? Bu da ki dostlar, səhərdən özünə bir hər şey gəlim. Ay dədəm. Məşqçi xayka. Elə gedir. Dostlar, mənim günümə, hələ mənim tapışqalarım var. Hələ, hələ zorabına xeyli baxın. Hələ onun zorabına şəftinə bax. Hələ mənim günə. Bu qırmızı corabı tanırsınız da dostlar. Deməyə təşəkkür. Allah haqqı bayaq ipdə başqaları var idi. İmən elə götürdüm bunu geyindim. Ay denə tuşqa. O boyda varında giyin. Naşkın verəsən də taxım. Sağ ol. Nütü? Yaman naşıqdır, bəli. Bu qızın naşıqalı özünə. Çox qəşəng. Ne olmuştu? Nətər dözət qız, hə? Yüzdekine dedin sağ olar. Yo, deyil sən var. Sen var dedin. Hə, nə var idi xalasına elə deyə sağ olar. Sen dedin ki ben yoxlayım onu. Verdin mi? Hava istəmirsən verməmişəm. iPhone-un vardı sən. Sen dedin verdin de. Sen demesen ben vermeyeceğim. Nəyi? Yok getdi ya. Zəif vur da, Muradı zəif vur. İnternet yoktu. İnternet vur, dara sol elə. Paltara verirsən ancaq. Gəl verim zəif vur, gəl. Nə qızlar, xalamın güllərinə baxın. Ne qəşəngdir. Kimin xalasının belə gülləri var? Sənin? Hə, onları saxlayıb. Demək qızlar, biz heç vaxt gülü atmırıq, bilmirik. Daha doğrusu bunu da bizə xalamdan mamam öyrədib ki, atmayın. Həqiqətən heyfdir. Qoyacağın qəşə suya, suda qalsın. Orada da belə gülümüz var. Burada da böyle. Evet. Ama çok gündür kaldı ya hala. Arır. Bunlar Bir kesme lazım yok. ha. Karabalan diyorlar. Ha. Papatyalar çok geçeydi. Dileme eminim bunlar kalır. Taze demem adının dağında. Bunlar bir ay kaldılar. Hal niye onu elde çeksen? O bir asımdan ha 2 dakika. Güzel. İkinci sabit kirliydi. Elindeki hamsını töksen üstten aşağıya. Üstten aşağıya. Biz de görmüyoruz. Ne varsan şey. Sen su içmeye gelmiştin. Katerliğinden de su vermez. Temiz. Aynen buna Az. bakın utanıyordu. Yaş göz. Yürü sana. Oldu. Ne bize? Çare gittin. Ha? Ay dostlar, özüm üzülürüm. Sıxıb saxlamışam. Sabahınız xeyir, gününüz uğurlu olsun. Eğer bu hava ilə olacaqsa, şükür Allah'ın məsləhətinə, amma vallah bu hava değildi. Adam bilmir yay paltarı giyinsin, yoxsa qış paltarları giyinsin. Neyse dostlar, burada da videoyu yekunlaşdırıram. Çox sağ olun sona qədər izlədiyiniz üçün. Kanala abunə olmağı, yorum yazmağı, bildirişləri açmağı unutmayın. Bye bye.